Bəli, biz isə davam edirik başqa bir məsələ ilə. Xəstə ilə ünsiyyət, iynə vurmaq, təzyiqi yoxlamaq və digər işlər. Bütün bunlar deyəndə isə ilk olaraq ağla nə gəlir Aysel? Kim gəlir daha doğrusu? Təbii ki, tibb bacısı gəlir. Bəli, tibb bacısı gəlir. Şəfqət bacıları 1-ci Qarabağ və Vətən müharibəsi dövründə təcrübə və peşəkarlıqları, özlərinin ən üstün şəxsi keyfiyyətləri və qətiyyətləri ilə yaxından iştirak ediblər. Bəli, əbəs yerə tibb bacılarını xatırlamadıq, çünki bugün Beynəlxalq Tibb Bacısı günüdür. Azərbaycanda da bu peşə sahiblərinin qarşılaşdığı çətinliklər, onlara yaradılan şərait barədə studiyamızda müzakirə açırıq. Qonağımız Respublika Klinik Xəstəxanasının Tibb Bacıları şöbəsinin baş tibb bacısı Əsli Cəfərovadır. Hoş gəlmişsiniz Əsli xanım. Studiyamıza. Bayramınız da mübarək. Təbrik edirik bugün münasibəti ilə. Ümumdünya tibb bacısı sizin üçün ümumiyyətlə nə ifadə edir? Ümumdünya tibb bacısı günü mənim üçün insanlığa xidmət və fədakarlığın simvoludur. Bugün onların zəhmətlərinin və peşəkar yanaşmalarını qiymətləndirmək üçün bir fürsətdir. Tibb bacısı görünməyən çox vacib işlər görürlər. Onlar xəstələrin qayğılarına qalır, onların ağrılarını azaldır və ümid verirlər. Nəticə etibarilə onların sağlamlıqlarına qovuşmaqlarında çox böyük rol oynayırlar. Həqiqətən də biz bunu dediyimiz kimi 1-ci Qarabağ müharibəsində, Vətən müharibəsində, hətta mən deyərdim ki, Covid-19 pandemiyası dövründə də biz tibb bacılarının xüsusi yanaşmalarını gördük. Həqiqətən də pasiyentlərə, xəstələrlə davranış. Bu çox önəmli idi ki, həm fiziki baxımından, sağalmaq baxımından bir yana, həm də psixoloji faktorlarda çox önəmlidir ki, ruhən sağlamlığı da biz şəfqət bacıları ilə söhbətdə görürük. Bir an düşünmədən belə öz həyatlarını riskə atırdılar. Bəli, bugünkü dövrdə, Əsli xanım, tibb bacılarının rolu əvvəlki illərlə müqayisədə necə dəyişib? Bugünkü dövrdə əvvəlki illərlə müqayisədə əhəmiyyətli şəkildə genişlənib və daha çox dəyər qazanıb. Bayaq bildirdiyiniz kimi müharibə dövründə, pandemiya dövründə tibb bacılarının rolunu biz daha çox gördük. Deməli, əvvəllər tibb bacıları həkimlərin göstərişlərini icra edən köməkçi kimi idilər. Lakin indiki dövrdə onlar artıq ilkin tibbi yardımlar edə bilirlər və artıq onlar xəstəxanalarda yox, eyni zamanda evdə xidmət, təhsil və ictimai sahələrdə aktiv iştirak edirlər. Yəni, onların bugünkü dövrdə fəaliyyətləri tək xəstəxana ilə məhdudlaşmır və hər bir tərəfdən onlar aktiv iştirak edirlər bu məsələlərdə. Bəs Əsli xanım, siz bir baş tibb bacısı kimi sizin ümumiyyətlə gündəlik iş fəaliyyətiniz nədən ibarət olur? Bir baş tibb bacısı kimi gündəlik fəaliyyətlərimiz əsasən həm rəhbərlik, həm təşkilat, həm də tibbi xidmətin qorunması üçün, tibbi xidmətin keyfiyyətinin artırılması üçün məsuliyyətlərə əhatə edir. Yeni işçilərin, yeni kadrların işə qəbulu, təlim və inkişaf üzrə olan təlimlərlə məşğul oluruq. Eyni zamanda işçilərin iş zamanı fəaliyyətlərini izləyirik. Baş tibb bacısı olmaq həm lider, həm də motivator olmaq deməkdir. Bizim işimiz tək idarə etmə deyil, eyni zamanda çalışdığımız komandanı ruhlandırmaqdır. Elə bundan söz düşmüşkən, ümumiyyətlə elə pasiyentlərə münasibət zamanı hansı xüsusiyyətlər daha vacibdir bir tibb bacısı kimi? Pasiyentlərlə münasibət zamanı ilk növbədə mərhəmətli və empatiya qurmaq hissləri güclü olmalıdır. Təmkinli və səbirli olmalıdırlar. Yaxşı dinləməyi bacarmalıdırlar. Eyni zamanda sadə və aydın izahat verməyi bilməlidirlər xəstəyə. Yəqin ki, individual yanaşma da Bəli, etik davranışlarına və mütləq bir şəkildə gizliliyə riayət olunmalıdır. Konfidensialıq qorunmalıdır. Bəli, mütləq bir şəkildə gizlilik qorunmalıdır. Yəni, konfidensialıq deyil, nəyi nəzərdə tutur? Yəni, xəstənin gələcək həyatı təhlükəsi ilə bağlı yoxsa? Xəstə haqqında məlumatların digər
şəxslərlə bölüşülməməsi, hətta bəzən xəstələrin özlərinin belə öz xəstəliklərindən, öz xəstəliklərindən məlumatları olmaya bilər. Yəni bunu yaxınlarının seçimi olaraq ondan gizlədə də bilərlər. Yəni ki, çox stresə düşməsin, çox həyəcan keçirtməsin. Bəli, belə hadisələr çox olur. Ona görə burada gizliliyin qorunması mütləqdir. Bəs pandemiya dövrü dediyimiz kimi xüsusi bir dövr idi ki, tibb bacıları bu iş şəraitinə necə təsir etdi? Həqiqətən də pandemiya dövründə biz bu hallarla rastlaşdıq. Necə təsir etdi pandemiya? Pandemiya dövrü tibb bacılarının əvəzolunmaz rolunu əhəmiyyətli şəkildə göstərdi. Bəli, və onlar sözün əsl mənasında cəbhə xəttində öz həyatlarını riskə ataraq çalışdılar və bu da cəmiyyətin bizə olan baxışını yüksək dərəcədə dəyişdi. Bəli, artıq bu dövrdə tibb bacılar əsl qəhrəmanlıq və fədakarlıq göstərilən bir dövr oldu. Bu dövrdə öz sözün əsl mənasında çox böyük bir dəyər qatdı bizim dəyərimizə. Həqiqətən də ağır bir yükün işinə girdilər. Siz dediyiniz kimi ön cəbhədə vuruşanlardan biri də elə tibb bacıları idi. Bəs ümumiyyətlə gənc nəslə nə məsləhət görərdi? Bu ixtisaslı seçmək istəyənlərə nə tövsiyə eləyərdi? Gənc nəslə səmimi və praktik tövsiyəm o olardı ki, tibb bacılığı bir qürur duyulası peşədir. Yəni, peşəkar olmaq üçün daim öz üzərlərində çalışmalıdırlar. Asan deyil, amma mənalı bir peşədir. Eyni zamanda tibb bacılıq peşəsi vətənə bir xidmətdir. Yəni, biz də öz sayəmizdə vətənə bir xidmətimizi edirik. Mərhəmətli və səbirli, təmkinli, insansevər olmalıdırlar ən öncə və bu işdən zövq almağı bacarmalıdırlar. Vəsiq xanım, bəs ümumiyyətlə bu tibb bacılarının psixoloji sağlamlığını qorumaq üçün hansısa bir tədbirlər görülürmü? Bilirik ki, çox ağır xəstələrdən hər xəstənin bir xarakteri var. Doğrudan da onları bayaq qeyd etdiyiniz kimi empatiya hissi olmalıdır. Bu davranışı sərgiləmək üçün normal psixologiyası da olmalıdır həmin tibb bacılarına. Bunu qorumaq üçün, daha da sağlamlaşdırmaq üçün hansısa tədbirlər görülürmü? Bu tibb bacılarının psixologiyasının qoruması öz üzərlərinə daha çox düşür. Burada bildirmək olar ki, ilk növbədə emosional sərhədlərini qorumaq lazımdır. Daha sonra psixoloji məsafəni saxlamalıdırlar. Daha sonra istirahətlərinə və özlərinə mütləq bir şəkildə zaman ayırmalıdırlar. Yəni, ağır iş yükü, növbəli iş rejimi ilə bağlı olaraq çox yüklənmələr ola bilər. Stresi idarə etməyi və peşəkar yardımı almaqdan utanmamalıdırlar. Yəni, bu önəmli faktlardan biridir. Başqalarına dəstək olduqları kimi özlərinə də qayğı ilə yanaşmağı bacarmalıdırlar. Daha çox fərdi inkişaf. Bəli. Tibb bacılarının əmək haqları məsələsi həqiqətən də gündəmdə. Çünki biz bilirik ki, bir tibb bacısı bir cərrah qədər də maaş almır. Yəni, bu hər kəsə aydındır. Əmək haqları və sosial təminatı ilə bağlı bu məsələdə nə düşünürsünüz? Tibb bacılarının əmək haqqları bağlı onu demək olar ki, gördükləri işə uyğun əmək haqqı almaqları arzu və istəyimizdir. Təbii. Yəni, çox ağır, hətta görünməyən şəkildə ağır işlərlə məşğul olurlar. Gecə, gündüz. Gecə, gündüz, bəli, demədən, bayram, bazar demədən heç çalışırlar. 7-24 saat onlar iş başındadılar. Əmək haqqının yaxşı olması həm onların motivasiyasını artırar, həm də gənclərin bu peşəyə marağı artar. Bəs texnologiyanın inkişafı necə? Sizin işinizi sürətləndirir, yoxsa çətinləşdirir? Texnologiyanın inkişafı bizim işimizi bütün sahələrdə olduğu kimi, bütün dünyada olduğu kimi asanlaşdıran və çətinləşdirən hissələri var. Elektron sənədləşmə və məlumat bazası bizim kağız işimizi dəftər jurnaldan qurtarır. Bəli, onları demək olar ki, bir 60-70%-ə qədər azaldır və enerjimizə qənaət edir. Eyni zamanda tibbi monitorlaşma, tibbi avadanlıqların modernləşməsi də bizim xəstələrimizin, pasiyentlərimizin anba-an həyati göstəricilərini idarə etməyimizə, onları göz önündə
olduğunu səbəbiyyət yaradır. Çətinləşdirən tərəfi də odur ki, yaşca böyük tibb bacılarımız tibbi monitorların, tibbi cihazların istifadəsində onlar yaşlarına görə biraz çətinlik çəkirlər. Ancaq onlara da həqiqətən də ehtiyac var hələ də. Ehtiyac var, təbii ki, bizim hər bir tibb bacımıza ehtiyacımız var. Daha demək olar ki, texnoloji inkişafı, texnologiyanın tətbiqi, təlimi yüksək səviyyədə olarsa, bu bizim tibbi xidmətimizin keyfiyyətini daha da artırar. Elə təlimdən demişkən, tibb bacıları üçün əlavə təlim proqramlarından da danışmaq istəyirdik. Təkmilləşdirmə imkanları yetərlidirmi və yaxud da onların imkanlarını artırmaq üçün hansısa bir kurslar, təlimlər təşkil olunurmu yoxsa? Tibb bacılarına əlavə təhsil və təkmilləşmə imkanları Azərbaycanda yetərli qədərdir. Lakin əl çatan deyil. Buna aiddir bölgələrdə yaşayan tibb bacılarımızın təlim və tədrisləri. Lakin Səhiyyə Nazirliyi tibb bacıları üçün də ixtisas artma və sertifikatlaşma imtahanları keçirdirlər. Yəni bunlar 5 ildən bir bütün tibb bacılarımız sertifikasiya imtahanlarından keçirlər. Onun bizə yaratdığı şərait budur. Lakin tədris resursları mövcuddur. Daha çox hamısı paytaxt mərkəzlidir. Bölgələrdə yəni, bölgələrdə onların həm iş rejimləri, həm növbəli çalışmaları çalışan tibb bacılarımızın eğitimlənmələrinə çox böyük dəstək olur. Bəs istəyirdik elə ən yadda qalan pasiyent hadisəsi ilə bizlə bölüşə bilərsinizmi? Varmı elə bir yadınızda qalan hadisə? Tibb bacısı kimi fəaliyyəti dövrümdə çox çətin və məsuliyyətli hallarla qarşılaşmışıq. Yəni, bunlar danılmazdır. Hər bir tibb bacısının bu hadisələr başına gəlir. Sadəcə olaraq demək istəyərdim ki, qüsurlu doğulan körpələrin doğulan kimi əməliyyata alınmaqları və onların əməliyyatlarında iştirak etmək emosional və demək olar ki, unudulmaz təcrübələrindən biridir. Bu mənim üçün bir peşə xatirəsi deyil də, həyatın anlamını anladığım bir an olubdur. Körpələri hansı ki, əməliyyata hazırlamamışdan öncə onlara bir xüsusi müdaxilə edirlər ki, uşaq həyəcan, stres keçirtməsin. Həmin an palatada olduğu üçün xəstəyə iynə vurmağa yaxınlaşanda onların valideynləri ilə aramızda olan emosional hissin gücü heç vaxt unudulmur. Neçə yaşına gəlirsinizsə gəlin, nə qədər təcrübəli bir tibb bacısı olursunuzsa olun, valideynlərlə bizim aramızda olan hiss, yəni çox sözlə ifadə ediləcək deyil. Aydındır. Əsəxan, biz danışdıq tibb bacılarının texnologiyanın inkişafı və digər ənənəvi peşədən asıllıq çərçivəsində bu ənənənin hələ də davam etməsi və onların dəyişməz bir iş şəraitinin, yəni ritun şəkildə, yəni bu davam edir, öz axarı ilə gedir və gələcəkdə tibb bacısı sahəsində hansısa dəyişiklikləri görmək istərdiniz? Sizin də fikrinizi öyrənərik. Tibb bacısının gələcəkdə inkişafı üçün mütləq təhsil, ixtisas artırma, seminar və beynəlxalq təcrübələrə yiyələnmək üçün işlərin təşkil olunması mütləqdir. Eyni zamanda iş saatları və növbə sistemləri həyat balanslarına uyğun şəkildə təşkil olunmalıdır. Bölgələrdə və ucqar rayonlarda yaşayan, işləyən tibb bacılarımıza dəstək olmalıdır deyə düşünürəm. Tibb bacıları yalnız yardımcı köməkçi deyil, eyni zamanda onlar bir səhiyyə işçiləridirlər və bu işin təməldaşlarıdır. Bizim də arzumuz gələcəkdə bizi dəstəkləyən və dəyər verən bir sistemin qurulmasıdır. Aydındır. Təşəkkür edirik xanım, studiyamıza gəlib, suallarımızı cavablandırdınız. Şərəfli, çətin peşənizdə sizə də uğurlar arzulayırıq. Bugünkü münasibətlə bir daha təbrik edirik sizi. Davam edirik. Aysel, elə